Friedrich Merz Almaniya ordusuna soyuq müharibə dövründən bəri heç vaxt olmadığı səviyyədə sərmayə qoymağın vaxtı gəldiyini deyib. Bu barədə CNN nəşr məlumat yayıb. Bildirilib ki, Berlin orduya yaxın illərdə milyardlarla avroluq maliyyəyə əlavə vəsait cəlb edə bilər. Maraqlıdır. Almaniyanın artan hərbi gücü fonunda Berlin, Birləşmiş Ştatların Avropa İttifaqındakı gücünü əvəz edə bilərmi? Alman ordusunun sürətlə böyüdülməsi hansı planın tərkib hissəsidir? Avropa Berlinə Moskva ilə yenidən hesablaşmaq imkanı yarada bilərmi? Əməkdaşımız Cavid İmaməliyev araşdırıb. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump administrasiyası Ukraynadakı müharibəni bitirmək üçün Kiyevdən daha sərfəli ola biləcək bir razılaşma əldə etməyə çalışarkən Avropalılar uzun illər sonra ilk dəfə öz hərbi potensiallarına diqqət yetirirlər. CNN yazır ki, bu xüsusən də Almaniyada daha çox hiss olunur. Yeni kansler Friedrich Merz Almaniya ordusuna soyuq müharibə dövründən bəri heç vaxt olmadığı səviyyədə sərmayə qoymağın vaxtı gəldiyinə qərar verib. Nəşr həmçinin xatırladıb ki, Almaniya konstitusyon borc məhdudiyyətində geniş islahat aparıb. Milyardlarla avroluq maliyyəyə çıxışı açıb və orduya yaxın illərdə külli miqdarda əlavə vəsait cəlb edə bilər. Birləşmiş Ştatların son dövrlər Avropa ilə olan əlaqələrini pozmağa çalışması, NATO-ya vəsait ayırmayacağını bildirməsi fonunda Almaniyanın ordusunu gücləndirməsi ilə bağlı qərarları başa düşüləndir. Berlin rəhbərliyi Vaşinqtonun dəstəyinin hər zaman olmayacağını, Avropanın öz ayaqları üstündə durmalı olduğunu yaxşı başa düşür. Odur ki, Almaniya silahlanmanı artıraraq Birləşmiş Ştatlardan, NATO-dan asılılığı aradan qaldırmağa çalışır. Donald Trump administrasiyasının hakimiyyətdə olduğu dövrdə Amerika Birləşmiş Ştatları NATO-ya o qədər də öz resursunun xərcləmə niyyətində deyildir və bu baxımdan da Avropa İttifaqı daxilində bir çox dövlətlər narahatlıq keçirməyə başlayıb və Almaniyada öz hərbi gücünü artırmaq niyyətindədir. Hal-hazırda Almaniya və Rusiya arasında müharibə riski yoxdur. Buna baxmayaraq Almaniya öz təhlükəsizliyini hər zaman qorumaq niyyətindədir və buna görə də hərbi qüdrətini, gücünü artırmaq üçün xeyli resurs bu sahəyə xərcləyəcəkdir. Həmçinin Avropada, Fransada hərbi gücü artırmaq üçün maliyyədən daha çox istifadə etməyə qərar vermişdir. Digər tərəfdən Berlin rəhbərliyi ordunun gücləndirilməsi prosesində tək çıxış yolunun maliyyənin artırılması olmadığında yaxşı başa düşür. Belə ki, ilk olaraq Alman ordusunun inventarının böyük bir hissəsinin Vaşinqtona məxsus texnikalardan ibarət olması Berlinin Vaşinqtondan asılılığını dayandırmasına mane olur. Odur ki, Almaniya yeni müttəfiqlər qazanmağa və ordusunun silah çeşidliliyini artırmağa çalışır. Hətta Almaniyanın keçmiş kansleri Olaf Scholz'un müxtəlif zamanlarda Çinə səfərləri, eləcə də Berlinin Türkiyəyə Eurofighter qırıcılarının satılmasına icazə verməsi Berlinin həm Pekin, həm də Ankara ilə birgə yeni silah müqavilələri imzalamaq istədiyini bir daha sübut edir. Bundan əlavə 2-ci Dünya müharibəsindən sonra Birləşmiş Ştatların Almaniya konstitusiyasına hərbi sahə ilə bağlı etdiyi əlavələr Berlinin qanun çərçivəsində orduya yüksək vəsait yatırmasına əngəl törədir. Amma yeni kansler Friedrich Merz bu problemi aradan qaldırsa və konstitusiyaya dəyişiklik edərsə, Almaniya Avropanın ən güclü ordularından birinə sahib ola bilər. Eğer Almanya silahlanma konusunda yasal prosedürleri meclislerinde hallederlerse ve yasal anayasadaki bu maddedeki değişikliği hallederlerse Avrupa ülkelerinde de domino etkisiyle bir silahlanma yarışının başlayacağı söylenebilir. Çünkü Amerika Birleşik Devletleri'ne bağımlı hale gelmek ve Ukrayna-Rusya savaşında Ukrayna'nın Amerika Birleşik Devletleri ile müttefik olarak hareket etme kararı almaları başta Almanya olmak üzere bazı Avrupa ülkelerinde Rus korkusunu tekrar tetiklemiş durumdadır. Bu arada Almaniyanın ani olaraq silahlanma yarışına qatılması Berlinin Rusiya ilə revanşa hazırlaşdığı ilə bağlı iddiaların da səslənməsinə səbəb olub. Hətta Almaniya daxilində Rusiyaya yaxın olan ölkələrə qarşı nifrətin artması, həmin ölkələrə təzyiqlərin edilməsi, eləcə də ölkə siyasətində neofaşizmin sürətlə yayılması da bu iddiaları gücləndirir. Görünən odur ki, Almaniya yaxın zamanlarda Moskvanın Ukraynadan sonra bütün Avropanı hədəf alacağını, baş verəcək yeni müharibənin isə Berlinin intiqam almasına şərait yaradacağını düşünür. Rusiya ilə yaxın olan Balkan ölkələri olsun, Macaristan olsun, məsələn, həmin ölkələrə Almaniyanın birlik daxilində təzyiqinin gücləndirilməsi barəsində məlumatlar var. Bu onu göstərir ki, Almaniyanın əsas məqsədi həm də Rusiyaya qarşıdır. Yəni Rusiyadan intiqam hissi Almaniyada hakimdir. Nəzərə alaq ki, Almaniya siyasətində son zamanlarda
neofaşizm sürətli şəkildə yüksəlir və bu onu göstərir ki, Almaniya həm Amerika Birləşmiş Ştatları ilə soyuqluq münasibətlərini gətirəcək bu siyasət, həm də Rusiya ilə yaxın zamanlarda toqquşma riskini artırır. Almaniyanın hərbi xərcləri artırması digər qərb dövlətlərinin də silahlanma yarışına qoşulmasına şərait yarada bilər. Amma diqqətdə saxlanılmalı bir məqam var ki, Berlin rəhbərliyi öz ordusunu gücləndirmək fonunda NATO-ya, eləcə də Avropa İttifaqının ortaq ordusuna ayırdığı vəsaiti dayandıra bilər ki, bu da gələcəkdə qoca qitənin bir çox problemlərlə üzləşməsinə səbəb olacaq.